Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Keçən dəfə soruşmuşsunuz ki, deyəsən xəstələnmişsiniz, səsinizdə nəsə narahatçılıq var. Onda qrip olmuşdum qızlar. Ailəlikcə qrip olmuşdu, hamımız soyuqlamışdıq. Amma artıq şükür yaxşılaşmağa doğru gedirik. İnşallah sizlər də yaxşı olarsınız. Burada belə bir səhər yeməyi hazırlamışam özümə. Xlebsidir, üzərinə şor çəkmişəm və yarım xiyardır. Bu xlebçidən istifadə edirəm. Keçən dəfə də bazar storedan almışdıq bir yerdə. Xlebçi malatsı Fitness Line. Çox dadlı xlebçilərdə 14 kalori var tərkibində, bir ədədin tərkibində. Bu tərzdə qablaşdırmadadır. İçərisindən belə uzunsov formada xlebçilər çıxır. Sevərək istifadə edirəm. Dadı da xoşuma gəlir. Əgər siz də çörəkdən imtina edə bilmirsinizsə, ya çörəyin üzərinə nəsə çəkib yeməyi sevirsinizsə, məsləhətli məhsuldur. Fərqli dadlarda da var. İstədiyinizi seçə bilərsiniz. Mən bunu aldım. İkinci dəfə də artıq alıram bunu. İndi isə kofe hazırlayacağım özümə. Keçən dəfə soruşmuşdunuz ki, bu blender xoşunuza gəlir. Əlimə də fikir verməyin. Bilmirəm niyə burada bu hissədə əlim ağrıyır. Damarlar üst-üstə çıxıb deyirlər, yoxsa nədir? Mas çəkmişəm, biraz yaxşı olmağa doğru gedir. İnşallah görək düzələr. Bu qarışdırıcını soruşmuşdunuz keçən dəfə. Razısan ya yox? Çox razıyam qızlar. Temdən almışdım. İki cür rejimi var. Birincisi biraz zəif rejimdir. İkinci dəfə basanda isə keçir güclü rejimə. Və südü də çox gözəl köpükləndirir. İndi bir yerdə kofemi də hazırlayaq. Belə bir stendi də var. Bu hissədən də zaryadkaya qoymaq olur. Burada altında yeri var. Bu hissədən də zaryadkaya qoymaq olur. Mikserin özündə buradan zaryadkaya qoymaq olur. Yəni necə istəsəz elə də istifadə edə bilərsiniz. Mənə belə görüntü daha xoş gəlir. Heyf ki, o tərəfdə rozetkam yoxdur. Zaryadkada saxlayardım həmişə. Amma olsun yenə də bir dəfə zaryadkaya taxıram. 3-4 gün gedir. Əlverişli bir məhsuldur. Kodunu da əlavə eləyərəm. İstəsəz baxarsınız. İndi isə kofemi hazırlayım. Bayaq detoksu içdim. Üzərindən bir yarım saat keçib. İndi də səhər yeməyini yeyəcəm. Hələ də pəhrizdəyəm. Amma keçən dəfə yoldaşımın ad günü idi. İndi bu vlogun sonlarına doğru ad günü videolarını da əlavə eləyəcəm sizlərə. Həmin ad günü ərəfələrində biraz pozmuş oldum pəhrizimi. Amma yenə də bol-bol su içməyi unutmurdum ki, çox da çəki almayım. Ona görə bol-bol su içməyə çalışırdım. Və belə. Başqa nə var sizə göstərmək istədiyim? Bu var qızlar. Bunu təzə hazırlamışam, özüm hazırladım keçən dəfə. Belə dırnaq üçün bantiklərim var idi, bilirsiniz. Şəffaf gel ilə bu bantiki buraya yapışdırdım. Belə sadə turbuçkam var idi. Həmişə Temu'da bu tipli turbuçkaları görürdüm. Çox istəyirdim almağı. Çox istəyirdim deyəndə almaq da istəyirdim. Sonra deyirdim ki, şəffafı var da nə edirəm əlavə bir dənə bantika görə almağı. Amma evdə özüm hazırladım. Çox xoşuma gəldi. Altdan gel vurmuşam, sadəcə şəffaf gel. Başqa heç bir şey yoxdur. Amma necə gözəl görsənir. Çox xoşuma gəldi. İndi bunu da istifadə eləyərik. İlk öncə kofemi hazırlayım. Qızlar, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Şərh bölməsində də fikirlərinizi bölüşün. Çox gözəldir qızım. Qızlar, bu da Ajdanın çəkdiyi şəkil. Telefonunda çəkdi bayaq. Səhər yeməyinin şəklini və səhər yeməyim də belə. Kofe, xiyar və xlebçi ilə şor. Mənə nuş olsun. Deməli qızlar, yoldaşımın ad günü üçün hazırlıq görürük. Burada bilinçik xəmiri hazırlamışam.
Ajda indi onu qarışdırır. Burada isə hələ ki ərzaqlarımın bir qismidir. Deməli, burada file qaynadıram. Ola bilsin yenə lazım oldu, amma hələ ki sabah ad günü olduğuna görə elə evdə nə var idisə birazdan da bazarlıq eləyəcək Ceyran mənim üçün. Burada deməli nəyim var? Kartofla yumurtadır. Burada çoğundurdu. Buradası filedir. Digər kök falan birazdan Ceyran alacaq. Onları da sonra bişirəcəm. Və hazırlığımız başlasın. İndi bilincikləri bişirəcəm bir-bir. Sizlər üçün də hər bir şeyi detaylı olaraq çəkəcəm. Reseptləri də əvvəlki hazırladığım videolarda var. Hər birinin resepti. Amma soruşsanız yenə də linkini atarım. Baxarsınız. Bir tərəfdən bilincik bişirirəm. Bir tərəfdən bilincikin içliyini hazırlayıram. 2 port bilincik hazırladığıma görə içliyi də biraz çox götürdüm. Amma yenə də qalsa əgər normal, yəni içərisini dolduracağım. Amma yenə də qalsa onu da bir kloka qoyacağım dondurucuya. Çox gözəl qalır. Orada da filə qaynayır. Çünki yenə əlavə elədim filəyə. 2 dənə az olduğunu düşündüm. Və burada da biraz bilincikim çıxıb, biraz bişirmişəm. Ajda da elə bir tərəfdən yeyir. İçliyim də belə qalıb burada biraz. Biraz deyəndə hələ yarıya çatmamışıq. Mən xırda-xırda işlərimi görürəm qızlar. Birazdan da Ceyran gedib mağazaya. Birazdan da ərzaqları alsın, ət falan çəkəcəm. Axşama dolma bükəcəm ki, artıq hamısı hazır olsun. Sabaha bir dənə aşı saxlayacağım. Elə qaranı da bugün bişirməyi planlaşdırıram. İnşallah görək. Hamısını inşallah çatdıraram. Yəni qızlar dondurucuda belə köklər hazırlayıb qoymuşdum. İndi onları çıxardıb bilincikin içərisinə qatacağam. Bilincikim də burada hazır. Filesini qatmışam. Bir dənə qalıb kökləri. İndi onu da içərisinə qatacağam. Bazarlığı elədi, gətirdi Ceyran. Çox sağ olsun. Bazarlığımızın ən bahalı məhsulu burada şabalıddır. 8.80-da. Çox qalxıb qiyməti. Belə xırda-xırda göstərim. Bunları Avaşnoydan alıb, tərəvəz dükanından alıb. Göyərtilərdir. Və o bahalı məhsulu şabalıq. 500 qram dondurulmuş. Mən həmişə elə istifadə edirəm. Daha rahat olur. Burada isə kartof alıb, soğan və düyü, uzun düyü, sultan düyüsü. Bunun qiymətinə baxaq. Həmişə mən fərqli düyü işlədirəm. Sultan düyüsü 4.30-a. Yaxşıdır inşallah. Və bərəkətli olar. Deməli, ərik qurusudur. 2.27, 300 qramı. Daha sonra kişmişdir. 2.78. Burada alça qurusudur. 1.40. Bunu mən aşqarada o qədər də sevmirəm, yemirəm. Sadəcə dad verir. Bu düyü, bu 1 kiloluqdur. Bir də turşu xiyarla, yaşıl noxud. Bunlar da paytaxt salatı üçündür. Digər ərzaqlarım da evdə var. Bilinciklərim də biraz hazırdır. Səhv eləmirəmsə 40 ya 30 ya da 40 dənə olmadı. 30-40 arası. Çox az qalıb artıq bilincik xəmirim. Çox az qalıb. Digər işlərimdən də bir dənə bilincikin içliyini düzəltmişəm. Burada artıq hazırdır. Bir dənə duz istiot əlavə eləməmişəm. Onu da birazdan əlavə eləyəcəm. Həmin bu kök mənim çox köməyimə çatdı. Dondurucuya qoyduğum kök. Daha tez oldu. Çünki həmin o kökü təzədən soymaq, doğramaq vaxtıma aparacaqdı deyə. Belə daha tez oldu. Nə yaxşı ki elə qoymuşdum vaxtında. Burada da elə bir tərəfdən bilincik bişirirəm. Bir tərəfdən də salatın ərzaqlarını doğrayıram. Və belə qızlar. Deməli, bilinciki Ceyran bükür burada. Sağ olsun, gəlib mənə köməyə. Mənim canım arkadaşım. Burada isə vinegredini də hazırlayacağım. Deməli, Ceyran xanım bütün bilincikləri büktü. Belə qablara yerləşdirdik. Sabahları əlimi də kəsmişəm. Sabahları bunları qızardacağım. Burada da vinegreti qarışdırdım. Bundan hazırlamamışsın. Mütləq hazırlayın. Çox dadlı bir salatdır.
Deməli qızlar, bu dəfə yoldaşıma sürpriz etdim. Ad günü üçün hazırlıq gördüyümü deməmişdim. Nə də daha əvvəldən mağazaya getmişdi. Yəni heç nə almamışdım ki, onsuz da ad günü üçün heç nə eləməyəcəm. Amma yoldaşım da şəhərdən kənar olduğuna görə elə fikirləşdim ki, Ceyran getsin, ərzaqlarımı alsın. Sağ olsun da hər bir şey dəqiqliyi ilə aldı. Mən də yoldaşım üçün sürpriz ad günü etmək qərarına gəldim. Nə yaxşı ki də etmişdim. Xalam gəlmişdi Gürcüstandan. Mama biraz nasaz idi. Elə onun yanına gəlmişdi. O da gəldi. Ceyrangil idi. Bir də yoldaşımın bibisi-gil gəlmişdi sonra. Və belə öz aramızda keçirtmiş olduq ad gününü yoldaşımın. Deməli qızlar, bir çox yeməklərim artıq hazırdır. Hal-hazırda soğan qovururam qara üçün. Dolmam bişib. Ətim də bişib, hazırdır. İndi bir-bir hamısını əlavə edib bişirəcəm. Yeni bir gündən hər kəsi salamlayıram. Artıq səhərdir. Dünənləri saat 5-ə işləmiş yatmışam. Saat 5-ə işləyirdi yatanda. Qaranı falan bişirdim. Dolmam da hazır. İndi dolma qızdırıram acda və qaynatan üçün. Mən çalışacağım çox yeməyim. Deməli, indi dolmanı qızdırıram. Səhərdir. Düyünü də qoydum islağa, islanmağa. Biraz islansın. Hamısını yerləşdirdim soyuducuya. Qara da buradadır. Hamısından az-az elədim. Çünki özümüz olduğumuza görə çalışdım ki, az-az hazırlayayım hamısından. Ev səliqəlidir. Bir dənə qalıb zal. Katya hər yeri sildi, süpürdü. Bir dənə zalı süpürə bilmədi. Zaratkası qutardı, getdi zaratka yığmağa. İndi mən də biraz divan üzərini falan səlqəyə salım. Burada isə xala və mama ilə kofe içirik. Mənim 2 doğma xalam var qızlar. İkisi də Gürcüstanda yaşayır. Arada belə mamaya görə gəlib təzədən öz evlərinə qayıdırlar. İkisi də mənim üçün ana yarısıdır. Çünki uşaqlığım onların yanında keçib. Onlar da sağ olsunlar, heç vaxt xətrimə dəyməyiblər. Allah razı olsun hər ikisindən də. Burada isə süfrəm artıq hazırdır. Son qalan yeməkləri qablara qoyub bir gətirirəm. Elə başım qarışıq olduğuna görə çox çəkə bilmədim. Sizlər üçün kiçik bir çəkiliş də olsa çəkdim. Hazırladıqlarımı da göstərdim. Salat hazırladım. Paytaxt salatı və vinegret. Blinçik hazırlamışdım. Dolma və aşqara. Aşqaranı da ilk dəfə hazırlamışdım. Yəni qaranı ilk dəfə hazırlayırdım və çox dadlı alınmışdı. Hər kəs bəyəndi. Siz də göz haqqınızı halal eləyin. Təbriklərinizi də oxumuşam. Çox sağ olun. Xoş sözlərinizə görə, təbriklərinizə görə. Tortumuzu isə Ceyran hazırlamışdı. Bilirsiniz ki, yəni o tort üzrə professionaldır artıq. Çox dadlı tort hazırlamışdı. Tərkibi çiyələkli və şokoladlı. Əsl mən istəyən kimi. Yoldaşıma isə təbrikim odur ki, Allah onu başımızın üstündən əski eləməsin. Onun yoxluğunu bizə göstərməsin. Siz də izlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.